Hər kəsə salam, kanalıma və yeni vloquma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Vloquma Temu kargomu açaraq başladım. Evdə də qonaqlarım var idi deyə kargonu açarkən danışmadım. Elə videonun üzərinə səs yazıram. Videoya keçməmişdən əvvəl, əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Şərh bölməsində də düşüncələrinizi bölüşərsiniz. Mənə elə gəlir çox maraqlı bir vloq olacaq. Ona görə də çayınızı və ya kofenizi süzün, əyləşin ekran qarşısına. Hər birinizə xoş izləmələr. Bu birinci çıxartdığım məhsul mamanın dizləri üçün aldığım paçlardır. Çox sərt bir qoxusu var idi. Hal-hazırda da istifadə eləyir və ayağına yapışdıranda da deyir ki, yandırır dizlərimi. Diz hissəsinə yapışdırır, arxası yapışqanlıdır. Əlavə olaraq bir də ayaq üçün krem aldıq, belə maz şəklindədir və hər birinin çox sərt qoxusu var idi. Və bir də mama üçün belə dizliyi götürdük. Masajorlu hissələri var. Dizinizə taxırsınız. Nə bilim indi nə təsir eləyirsə, nə reaksiya verirsə, tam aydın bilmirəm. İndi yoxlasın görə, əgər xoşuna gəlsə, təəssüratlarımızı da bölüşərəm sizinlə. Ajda üçün də belə çoxlu şəkildə alt paltaları almışdım. Daha açıb bir-bir göstərmirəm, amma çox qəşəng risunkaları var idi. USB-dir, zaryadka şnurudur. Hamısı Temuda yaxşı qiymətlidir və keyfiyyətli olur. Elə oradan bir dənə də telefon üçün zaryadka sifariş elədim. Daha sonra burada belə taxmaq üçün aksesuar aldım. Qol aksesuarıdır belə. Bəyəndim. Hovuza da girmişəm həmin o aksesuarı taxaraq, amma hələ ki rəngi falan getməyib. Keyfiyyətlidir. Hər birinin linkini də şərh bölməsində sabitləyəcəm. Bir də belə bir sırğalar almışdım. Bundan daha əvvəlcədən də almışdım. Çox bəyənərək işlədirdim. Elə qulağımdan çıxartmırdım. Amma daha sonra qaraldı. Mən də yenisini sifariş elədim. Uşaqlar üçün də belə su butulkaları almışdım. Biri yaşıl götürdüm, birində çəhrayı. Fərqli rənglər də var idi. Biri bənövşəyi rəngi idi deyəsən. Digər rəngi mavi olmalı idi. Yəni ki, belə uşaq üçün su butulkasıdır. Çanta kimi də asmaq olur. Qapaqlı şəkildədir ki, suda tökülməsin o yan-bu yana, rahat bir şeydir. Bir də ki, qızlar bunu iki şəkildə daha münasib ala bilərsiniz. Tək şəkildə məsəl üçün 8 manat idisə, mən bunu ikili şəkildə aldım, hardasa 12 manat civarı. Ona görə bu tərəfdən sərf eləyir. Birinci bağlamamı bitirdim, keçirəm digərinə. Burada da belə çəhrayı rəng özümə başmaqlar almışdım. Biraz ayağımda baş barmağımı vurur, amma qəşəng bir başmaqdır, rahatdır. Sadəcə dediyim kimi çox gəzəndə baş barmağımı vurdu. Daha sonra yeni dəbə gələn bu saç aksesuarından da götürdüm və mənə də çox yaraşdı. Bir də belə bir kabro götürdüm. Telefonu içərisinə qoyursunuz və suyun altında çəkiliş eləmək olur. Hər hansısa bir videodur, şəkildir, nə istəsəz çəkmək olur. İçərisinə də su getmir. Artıq yoxlamışam və bəyənərək istifadə edirəm. Sadəcə suyun altında olanda basmadığım halda bəzən olur ki, başqa yerlərə də girir. Amma o da suyun təsirindən olur, mənə elə gəlir. Amma belə ümumiyyətlə çəkilişi falan normal idi, yaxşı idi. Bəyəndim bir sözlə. Bir də belə bir kolonka aldım. Keçən dəfə mahnı söhbətinə görə yorum gəlmişdi ki, məhərrəmli idi. Mən də diqqət eləyirəm qızlar, məhərrəmli olmalı. Yəni yüksək səslə mahnıya qulaq asmaq, belə şeylər eləmirəm, amma arada bir mahnı qoşuram. O da yəni az bir xodda, sadəcə özüm eşidəcək dərəcədə, yəni ətrafa gedəcək dərəcədə yox. Ümumiyyətlə məhərrəmlik oldu-olmadı. Mən ətrafın eşidəcək dərəcədə mahnıya səs xod verilməyinin tərəfdarı deyiləm. Sevmirəm. Məsələn, arada olur ki, qonşudan bir də gördünüz mahnı səsi gəlir və bu mənə həqiqətən xoş gəlmir. İnsanları narahat eləmiş kimi çıxır. Yəni mən məsəl üçün uzanmışam, istirahət eləyirəm və ətrafdan hər hansısa bir zövqsüz bir mahnının mənə tərəf gəlməyi. Ümumiyyətlə mənim sevdiyim mahnı belə olsa, bu mənə xoş gəlmir və özüm də eləmirəm. Çalışıram ki, ətrafa getməsin həmin o səs, həmin o mahnı. İndi yəqin ki, siz tərəfdə də olur. Bəzən olur ki, bizdə də məhəllədən səs gəlir, hər hansısa bir zövqsüz bir musiqini yüksək səslə qoyurlar, qulaq asırlar. Həqiqətən qıcıq oluram onda. Qızlar, bunu göstərmək istəyirəm. Çox gözəl bir SPF-dir. Ya bunu alın, ya bunun digər olan versiyasını alın. Həqiqətən bu can rahatlığıdır, stik versiyası. Üzümün məsələn qızarmağını heç sevmirəm. Bunu çəkirəm. Bunun sayəsində üzümdə qırmızılıq kimi bir şeylər yaranmır. Qaralmağına qaralıram, amma qızarmağın qarşısını alır. Çox gözəl bir şeydir. Və artıq bitirmək üzrəyəm bunu. Yəni qızlar, siz bunun vidinə fasonuna baxın da, görün nə günə qaldı. Belə göstərim. Baxın, bu hissələri necə var elədir, amma bu qıraq hissələri amma yaşıl olub. Rəngini dəyişib, yaşıl rəngi olub. Boyun hissədə ən əsasda. Üzərində də yazılıb ki, qaralmayan. Hovuzda da olmuyor. Deyim ki, yəni hovuzda olsa buralarda olardı da. Amma arxa hissələrdə daha çox. Elə yaxşı ki, varımdır. Çünki mən boyun bağlısız demək olar ki, yaxşı hiss eləmirəm özümü. Bir bu ağ rəngini almışdım. Bir də qırmızı rəngini almışdım. O hardadır? Hal-hazırda baxın. O da buradadır. Bunun da rəngi dəyişmək istəyir, amma hələ ki tam dəyişməyib. Hələ bunu taxın bir dəfəlik. Deməli, mama bizdədir qızlar. Biraz hovuzda vaxt keçirdim. İndi gəldim kofe hazırlamağa.
Kofemiz də hazır. İndi isə gəlin biraz söhbət eləyək. Keçən vlogda gələn yorumlar haqqında hər kəsin fikrinə hörmətlə yanaşıram. İlk olaraq bunu qeyd eləyim. Amma o yorumlara əsasən suallar da ortaya çıxdı. İstəyirəm ki, bu haqqda danışaq. Bir çox izləyicilər bir ay üçün 6000 manat verməyi çox gördü. Kimisi dedi 6000-ə hovuz tikərdiniz həyətinizdə. Kimisi dedi o pula xaricə gedərdiniz və yaxud otelə gedib dincələrdiniz. Kimi də dedi ki, evi satıb üstünə pul düzəldin, hovuzlu ev alın. Hətta deyənlər oldu ki, 6000-i mənə yoldaşım versəydi özüm üçün xərcləyərdim. İndi istəyirəm bir-bir hamısının suallarına, belə yorumlarına öz düşüncə tərzimlə cavab verim. Hal-hazırda yaşadığımız ev bizim adımıza deyil, yəni qaynatamın adınadır. Həyətimizdə də 2 ev var. Birində biz, digərində də qaynatam və 2 qaynım yaşayır. Hər hansısa satmaq kimi planımız yoxdur. Heç vaxt düşünmürük bunu. Həyətimizdə hovuz tikmək istəyərdik, amma təmir zamanı sanki çox kiçildi həyətimiz. Elə keçən il tamet falan düzəltdirdik, qazon üçün ayrı bir yer ayırdıq. Yəni həyətimizdə alınacaq bir şey deyil hovuz və əlbəttə ki, məbləğ də rol oynayır. 5-6 minə həll olacaq bir şey də deyil. Ən azından 20 min lazımdır bunu. Hətta izləyicim də həmin o yoruma cavab olaraq qeyd eləmişdi ki, biz hovuz tikdirdik öz həyətimizdə. Hardasa 21 min pulumuz çıxdı. Ayrıca hovuz belə tikilsə o həyətdə indiki rahatlığım olmaz. Bir aylıq da olsa ürəyim istəyən kimi girirəm hovuza. İndi çox dərinliklərinə də getmirəm, amma hər kəs rahatçılıq istəyir. Ən azından həyətdə, evdə öz istədiyi kimi geyinmək məncə hər kəsin haqqıdır. Mən demirəm qaynatan və ya qaynlarım pisdir, əsla, amma nə də olsa bir cavan ailə kimi durub pul yığaq ki, həyətdə hovuz tikək. Onda da rahat ola bilmədimsə nə edirəm mən o hovuzu? Üst-üstə geyinib hovuza düşməyində artıq bir müddət sonra həvəsi qalmaz insanda. Məncə bu məsələ haqqında yetərincə danışdım. İndi keçək digər suala ki, xaricə niyə getmədiniz? 6000 manata xaricə gedərdiniz. Ki, uşaqla xaric söhbəti hələ ki mənə yorucu gəlir. Mən istirahət etmək istəyirəm. Qaçaqovla ora get, bura get. Nə var, bir ölkə, 2-3 şəhər görəcəm. Uzaqda uşaqla, hələ Raul kimi dəcəllə düşünəndə belə yoruluram. Hə, indi deyəcəksiniz ki, uşaqları qoyub gedin. Uşaqları başqasına əmanət etmək bizlik deyil. Hələ yoldaşımın yanında belə bir söhbət açılanda deyir, sən nə danışırsan? Mən hara, uşaqlarım da ora. Mən onları heç kimə verə bilmərəm. Əvvəllər mən belə düşünmürdüm, amma get-gedə onun kimi fikirləşməyə başlamışam. Sırf özüm xaricə gedəcəm, istirahət, səyahət eləyəcəm deyə onları özümdən ayırım, verim ki, məsəl ki, gələ saxla mənim uşağımı, mən gedirəm dincəlməyə. Sonra uşağın başına bir iş gəlsə, yanında ola bilməsəm, vicdan öldürər məni. Nəysə, dediyim kimi, uşaqlarım balacadır, ona görə də onlar ilə xaricə getmək yorar məni. Öz vətənim, öz şəhərim, elə mənim üçün ən rahat da belədir qızlar. Həm Bakıda olmağımızın bir müsbət tərəfi də odur ki, yoldaşım da işinə rahat gedib gəlir. Yəni ki, belə, indi hər kəs bir cür düşünür ki, xaric səyahət istəyir. Mən də elə sakitçilik, istirahət, dincəlmək istəyirəm. Ona görə də belə seçim elədik. Məbləğ kimə çox gələ bilər, kiməsə az gələ bilər, amma inanın hal-hazırda bu qiymətədir hər yerdə. Yeni bir gündən salam qızlar. Raul yatmadı. Mən də elə çıxdım həyətə. Raul burada oynayır. Mən də burada kofemi içirəm. Dünən bilinçik eləmişdim. Skuşonka bilinçik yiyəcəm. Daha sonra da havuz keyfi. Sonra da otellə belə bir evi müqayisə eləyirlər. Yəni, mənə belə daha rahatdır. Səsim də yavaş gəlir. Yavaş danışım. Evdə hər kəs yatır. Neyse, indi mən yiyeyim yeməyimi. Sonra da gedib biraz üzəcəm. Və artıq axşam idi burada da. Keçdim mətbəxə, heç bilmirdim nə bişirim. Dedim elə tərəvəzləri doğrayım, hamısını qatım bir-birinə. Fileni də səhərdən çıxartmışdım. Buz açılmışdı, elə filə vurdum. Badımcan, biber, pomidor, soğan, belə bir yay yeməyi bişirdim. Çox dadlı alınmışdı. Havalar da maşallah olsun isti keçirdi. İnsan heç istəmir nəsə yemək. Arada bir axşam belə insan nəsə könlünə düşür. Onda da çox vaxt nəsə sifariş edirik. Amma bu dəfə dedim elə evdə yemək olsun. Badımcanları doğradım, qoydum duzlu suya, acılığı çıxsın. Keçdim soğanları xırda-xırda doğramağa. Görün başıma nə iş gəlib qızlar. Deməli bu qara klokları görürsüz də hal-hazırda soğanın qabığını tökürəm içərisinə. Həmin o qara klokları mən Temudan almışdım. Hardasa orada da yazılmışdı ki 200 dənəsi 6 manat 60-70 qəpik belə. 200 dənəsi 60 manat 70 qəpik. Mən də sevinə-sevinə aldım ki 200 dənə klok almışam. Mənə hardasa bir 3-4 ay bəsdir də. Deməli özüm də ki heç yəni güvənmədim yaxşı ki. Başladım bir-bir hesablamağa. Hər dəfə klokları istifadə elədikcə yazırdım, qeyd eləyirdim. Axırda indi bu kloklardan nə qədər çıxsa yaxşıdır. Heç 50 dənə çıxmadı həmin bu kloklardan. Özüm də belə məətəl qalmışam ki, heç olmasa bir 100 dənə çıxardı deyərdim, eybi yox. 200 dənə yazılır amma niyə 50 dənə? Heç 50 dənə də çıxmadı. Niyə o qədər çıxır içərisindən? Belə qəribə oldum. Özümü sanki aldadılmış kimi hiss edirəm. Heyf yəni. İndi yenə keçmişəm mağaza kloklarını yığmağa. Çünki bilirsiniz ki, mən klok çatdıra bilmirəm, zibil kloku. Tez-tez dəyişirəm, ona görə də çatdıra bilmirəm heç cür. Və Temudan yenidən almağa da qorxuram. Çünki orada yazılır yenə 200 dənə, 300 dənə, 100 dənə. Amma digər ki,
o qədər gəlib çıxmır. Siz necə belə bir halla rastlaşmısınız? Almısınız həmin o kloklardan ya yox? Yorumlarda yazın. Burada da keçən dəfə yorumlarda təəccüblənənlər olmuşdu ki, siz kalinka yağı işlədirsiniz. Bəli, mən kalinka yağı işlədirəm və heç bir ziyanını görməmişəm. Hər hansısa bir bahalı yağlara pul verməyə məncə ehtiyac yoxdur. Belə çox da dadlı bir yağdır. Mənim gözümdə bu dəqiqə heç nə təbii deyil. Hər şeyin içərisində qatqı maddəsi var. Ona görə heç vaxt hər hansısa bir qidadan, hər hansısa bir məhsuldan istifadəsindən qorxmuram. İnsana nə gəlirsə, xəstəlik falan hamısı öz fikrindən gəlir, dərd çəkməkdən gəlir. Ona görə də boş verin qidaları, istədiyiniz kimi yeyin, için. Əsas odur, sevinin, deyin, gülün, ətrafınızda sizi xoşbəxt edən insanlar olsun, fikir çəkdirən insanlar yox. Ümumiyyətlə, mən həmişə çalışıram negativ enerji aldığım insanlardan uzaq durun. Sevmirəm o ortamda olmağı, negativlikdən çalışıram olabildiyincə uzaq qalım. Sizlərə də bunu tövsiyə edirəm. Burada da yoldaşım gecənin bir yarısı ağlına belə bir karpuz burger eləməyə düşmüşdü. Öz üçün doğradı, arasına da pendiri qoydu, yeni trenddir deyəsən. Bu videolarda növbəti gündəndir qızlar. Evimizdə qonağımız var idi. Axşam tərəfi də sushi sifariş elədik. Əlbəttə ki, dəyişilməz məkanımız, onlu sushi Bakudan. Sushilərinin hər birinin dadını çox bəyənirik. Əgər sınamamısınızsa, mütləq şəkildə sifariş eləyin və dadına baxın. Əminəm ki, siz də bəyənəcəksiniz. Əsasən də Special Spice Chicken adlı sushini evdəki hər kəs bəyənərək yeyir. Acda belə bəyənir o sushinin dadını. Toyuqlu və krablıdır bir çox sushiləri. Hər hansısa bir çiğ məhsuldan istifadə etmirlər. Hisə verilmiş məhsullar olur bəzən. Yəni hər kəsin ağız dadına uyğundur. Ürək rahatlığı ilə sifariş edib yeyə bilərsiniz. Deməli, ümidvaram ki, videonun bu hissəsinə dırnaq ustam baxmır. Baxsa da üzrlü saysın. Keçən dəfə danışdım ondan. Hardasa bura gəlmək üçün əlavə taksi pulu həm gəlib, həm getməyə 25-30 manat civarı yazırdı. Ona görə dedim, qoy qalsın. Gələrəm öz evimizə, elə orada gəlib dırnaqlarımı səliqəyə salarsan. Və evdə olan aparatlarımı falan da dedim, qaynatam keçən dəfə gələndə gətirdi. Axşam saat 3-də, saat 12-də oturdum. Saat 3-də bitirdim bu gel prosesini. Geli çəkdim, ağ rəng gel elədim. Dırnaqlarım da uzanmışdı artıq. Həm ayağımı biraz səliqəyə saldım. Hovuzlu su olduğuna görə dırnağımın lakı atmışdı. Ayaq dırnağımdakı lakım atmışdı və səliqəsiz görsənirdi. Ona görə elə dedim, həm dırnaqlarımı düzəldim, ayaq dırnağımı, həm də əllərimi korreksiya eləyim. Dırnaqlarımı qısaltdım, əl dırnaqlarımı. Üzərinə ağ gel çəkdim. Ağ rəngdə bir lakım var idi, amma biraz keyfiyyətsiz lak olduğuna görə 2-3 dəfə çəkməyimə baxmayaraq belə yaxşı bir nəticə olmamışdı. Ona görə də elə vaxt tapmışkən dedim, bir dənə rəngli laklarımla nəsə belə fərqlilik qatdım dırnağıma. Üzərinə stikerlər yapışdırdım, dırnaq üçün aldığım stikerlərdən. Hər birini Temudan almışam və artıq bitirdim gördüyünüz kimi. Həmin o stikerləri yapışdırdım, üzərinə də lak çəkdim, top kağıt da çəkdim üstündən və oldu qəşəng. Həm rəngarəng oldu, həm də ki belə maraqlı bir şey ortaya gəldi və o gelin əyriliklərini əsasən də sağ əlimdə, sol əllə işlədiyimə görə çətin olur sağ əli səliqəli eləməyim. Əsasən də o pürüzləri ört-basdır eləmiş oldu. Eybi yox, avqustun 1-2-si falan çağıraram dırnaq ustamı, inşallah gələr düzəldər, səliqəyə salar. Mənim özümdə demək olar ki, hər şeyim var dırnağa aid. Əvvəl də özüm edirdim dırnaqlarımı. Sadəcə bir müddət sonra dırnaqlarımda həm qaşınma oldu, həm də ki məndə hər hansısa bir kurs keçmədiyim üçün dırnaqlarım da tez düşürdü. Bir ara ümumiyyətlə fasilə vermişdim, heç nə eləmirdim. Sonra Leman xanımı tapandan sonra dırnaqlarım artıq dibləri gəlməyə başladı, qəşəng uzandı və Leman xanımın ərişindən də çox razıyam. Sadəcə eyni dizaynla bezirəm. Ona görə fərqli eləmək üçün arada özüm də dizayn eləyəcəm. Və qızlar, bu da dırnaqlarımın son vəziyyəti. Əslində ağ lak altdan çox pis görsənirdi, amma elə bilirəm ki, bu rəngli şeyləri elədikdən sonra daha bir gözəlləşdi gözümdə. İndi bundan sonra da dırnaq ustamla danışacağım. Gəlsin ancaq tipsimi, qaynağımı eləsin, dırnağımı uzatsın, gelimi səliqəli çəksin. Bundan sonra istəyirəm dizaynımı ancaq özüm eləyim. Yəni istədiyim risunkanı eləyim də. Xoşum gəlir həm də o risunka çəkməkdən. Elə evdə də aparatım var. 1-2 dənə yan lak alaram, 1-2 dənə risunka alaram yenə. Elə evdə dırnaqlarımı özüm dizayn verərəm hər dəfə. Çünki nə də olsa dizayn da əlavə puldur, ödənişdir. Elə ondan sonra dırnaqlarımı uzadaram, lakımı, gelimi falan səliqəli çəkər. İndi mən pis çəkmişəm də gelimi. Ona fikir verməyin, amma dırnaq ustam qəşəng çəkir. Belə, dırnaqlarımın da son vəziyyəti belə oldu. İndi gedim əllərimə krem çəkim. Bir əllərimi yumşaldım, qəşəng olsun.